Əmir əl-Möminin əleyhissalam malikəşləri Misirə göndərir. Misirdə həm müsəlmanlar vardı, həm qeyri-müsəlmanlar vardı. Qibtilər var idi, xristiyanlar vardı. Dedi, səni elə bir yerə göndərirəm ki, orada insanlar iki qismə bölünür. Ya sənin din qardaşındır, ya da insanlıqda sənə bənzərdir, yaradılışda sənə bənzərdir. Yəni, müsəlmanla İslam qaydalarına uyğun rəftar edəcəksənsə, qeyri-müsəlmanla insaniyyət qaydalarına rəftar edəcəksən. O da bir insandır. İnsan haqları var, insanın hüququ var. Muaviyə ordusu, Şam ordusu gəlib Bəsrəyə hücum edir. Ənbar şəhər var, Ənbara hücum edir. Orada xristiyanlar yaşayırdı. Xristiyan qadınlara Şam ordusunun əskərləri hücum edirlər. Qulaqlarından sırqalarını çəkirlər, boyunbağlarını dartıb alırlar. Bu xəbər Həzrəti Əli əleyhissalama çatanda Nəhcül Bəlağada xütbə var, cihad xütbəsi. Orada bax bu sözləri deyir. Deyir, mənə çatan xəbərlərə görə Şamlılar xristiyan qadınlar ki, müsəlmanların zimmətində yaşayırlar. Onların deyir, qulaqlarına sırqalarını çəkiblər, boyunbağlarını dartıb qopardıblar. Onlara zülm eləyiblər. Əgər deyir, qeyrətli birisi bu xəbəri eşidib ölsə qınanılmamalıdır. Qeyrət olan kəs deyir, bunu görsə, bunu eşitsə, elə orada deyir, qəlbi partlayıb ölərsə qınanılmamalıdır. Yəni, haqq vermir kiməsə sən, kimisə cəhənnəmli eləyəsən, kiməsə dünyanı dar eləyəsən. Allah Teala Quran-ı Kərimdə buyurur, İsra surəsi 15-ci ayə, biz elçi göndərməmiş heç kəsə əzab vermərik. Allah bir qövmə peyğəmbər göndərməmiş, onun üçün hüccətlər tamamlanmamış, həmin qövmə bəla göndərməz. Ən böyük hüccət dəlil Allaha məxsusdur. Dəlil və subut olmadan, əminlik olmadan sən qarşı tərəfi batil hesab eləyib və onun ölümünə fərman çıxardırsan, onu cəhənnəmlik hesab edirsən. Biz bax belə bir ixtilafın içindəyik. İndi nə etməliyik, necə yaşamalıyıq, bir-birimizlə necə davranmalıyıq? Böyük insanların, alimlərimizin bax tövsiyəsi budur. Alimlərimizin tövsiyəsi budur ki, bir-birimizi qəbul etməliyik. Öz əqidəmizi, öz düşüncəmizi başqalarına məcbur etməməliyik. Zorla sən mənim əqidəmdə olmalısan, mənim düşüncəmdə olmalısan, mənim məzhəbimdə olmalısan, sən mənim məzhəbimdə olmasan demək sən kafirsən, cəhənnəmlisən, bu olmamalıdır, zorla yox. Qarşı tərəfi qəbul etmək lazımdır, onun fikirlərinə ehtiramla yanaşmaq lazımdır. Təayüş deyilir buna, yəni birgə yaşayış. Hörmətlə, izzətlə qarşı tərəfin fikirlərinə, düşüncələrinə hörmət etməklə birgə yaşayışın təminatı. Peyğəmbər belə eləmişdir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm Mədinəyə gələndə Mədinədə müsəlmanlar yaşayır, bəzi ərəb müşriklər yaşayır, yahudilər yaşayır. Həzrət Rasulullah Mədinə vəsiqəsi, vəsiqətül Mədinə deyilir, Mədinə sənədi tərtib elədi, 40 neçə maddədən ibarətdir. Şəhərdə müsəlmanlar və qeyri-müsəlmanların birgə yaşayışını təmin edən qaydalar. Hər kəsin qanı, malı, canı, irzi, namusu ehtiramlıdır, hörməti qorunmalıdır. Hər kəs kəsb etdiyinin qazancını sahibdir. Hər kəsin mülkiyyəti üzərində sərəncam vermə haqqı var. Şəhəri birgə müdafiə eləyəcəyik. Bir-birimizə qarşı heç vaxt düşmənçilik etməyəcəyik. Bir-birimizin düşməni ilə dostluq etməyəcəyik. Biz indi nə etməliyik? Konflikt içində qalmalıyıq, toqquşmalara getməliyik, bir-birimizi qırmalıyıq. Ömür boyu həyatımızın sonuna kimi bu məzhəb döyüşünün, müharibəsinin içərisində yaşamalıyıq ki, bir-birimizi qətlə yetirək. Yoxsa bunun bir həll yolu var. Təbii ki, həll yolu var. Birincisi budur ki, bunu bilməliyik ki, bütün insanlar həyatda müştərəkdirlər. Onların yaşam haqqı var. Bu həyatı insana Allah-u Teala bəxş eləyir. Heç kəs belə iddia edə bilməz ki, dünyanın bütün xeyirləri, nemətləri yalnız o məzhəbə məxsusdur, o dinə məxsusdur, o xalqa məxsusdur. Bu əqidə doğru bir əqidə deyil. Bunu etməyə heç kəsin haqqı yoxdur. Allah Quranda buyurur: "Vəl-arda vada'ha lil-anam." Allah yeri insanlar üçün yaradıb. Demir yeri yahudilər üçün yaradıb, xristianlar üçün yaradıb, müsəlman üçün yaradıb, ya filan məzhəb üçün yaradıb, filan təriqət üçün. İnsanlar üçün yaradıb. Bütün insanlar bu yer üzərində yaşam haqqı var. Ayədə buyurur İsra surəsi 70-ci ayədə: "Biz Adəm övladını hörmətli etdik, şərəfli etdik." İnsanın bir dəyəri var, bir qiyməti var. Hər bir insanın yaşama haqqı var. Hər bir insanın etiqad, vicdan azadlığı, etiqad azadlığı haqqı var, söz haqqı var. Bunu Quran təsbit eləyib hələ 1400 il bundan öncə. Baxmayaraq ki, deyək ki, o BMT-nin qəbul etdiyi insan haqları layihəsi var. Ondan hələ öncə Quranımızda var, biz müsəlmanların kitabında var. Biz bunu oxuya-oxuya yenə bir-birimizə qarşı vuruşuruq. Nədir? Cəhalətdir bunun səbəbi. Başqa siyasi maraqların alətinə çevrilməkdir bunun səbəbi. Müsəlmanları parçalamaq istəyən siyasi dairələr bizim kimi avam müsəlmanlardan istifadə edib bizi bir-birimizə qarşı qoyur. Həyat və həyatdakı bütün nemətlər, bütün xeyirlər bütün insanlara, bütün bəşəriyyətə aiddir. Onun dini düşüncəsindən, əqidəsindən, etiqadından asılı olmayaraq.
İkinci məsələ bundan ibarətdir ki, biz bir-birimizlə əməkdaşlıq etməliyik, bir-birimizlə birgə yaşayışımızı təmin etməliyik. Qurani-Kərim bu cür əmr eləyir bizə, yaxşı işlərdə, salih əməllərdə, təqvada əməkdaşlıq eləyin, birgə olun, əlbir olun. Günah işlərdə, düşmənçilikdə bir-birinizə qarşı əlbir olmayın. Müsəlmanlar bugün birgə yaşayışı düşünməlidirlər. Fərqli məzhəblərin nümayəndələri ola bilərik. Amma biz insanıq, biz Allahın yaratdıqlarıyıq. Biz müsəlmanıq, bizim ortaq cəhətlərimiz daha çoxdur. Və Avropa xalqları bir-birinə müharibə eləyir. İllərlə müharibə eləyir. İkinci Dünya müharibəsindən sonra Avropalılar məsələni həll eləyiblər. Məsələni həll ediblər ki, sənin düşüncələrin fərqli ola bilər, siyasi görüşlərin fərqli ola bilər, dini görüşlərin fərqli ola bilər. Amma biz birgə yaşayacağıq, birgə yaşamalıyıq. Bu ərazidə, bu vətəndə, bu torpaqda hamımız əmin-amanlıq içində, sülh içində bir-birimizə hörmət edərək qarşı tərəfin düşüncələrinə, fikirlərinə hörmətlə yanaşaraq birgə yaşayışımızı təmin edəcəyik. Və yaşayırlar da. Şərqə bax, xüsusilə də müsəlman şərqinə bax, fərqli bir mənzərə görürsən. Müsəlmanlar birgə yaşamaq istəmirlər, bir-birinə bir yerdə yaşamaq istəmirlər. Niyə? Məzhəb çatışmaları, məzhəbçilik ki, bunun da qeyd etdiyimiz səbəbləri var. Bunlar gətirib çıxardır ki, müsəlmanlar bir-birinə qarşı vuruşmaqdadırlar.